Salam əziz dostlar. Güney Azərbaycan Milli Fəallar üçün jurnalist dərslərinin 34-cüsünün ikinci bölümün, yəni xəbər yazaq bölümünü başlayırıq. Mən tabloyu fəqət dəyişdirəcəm və xəbərə başlayacaq. Birinci xəbərin linkini Günas TV-dən seçmişəm. Bunu göndərim xidmətinizə, hazırlayın ki, bunu bərabər yazaq. İndi görək bizim bu tablomuzu burada nədir olacaq? Özü deyil. Məsələ olacaq bizə, çünki bu çox gəlir qabağa. Umarım ki tamam. Burada yazıram. B xəbər yazaq. İndi Günas TV-dən göndərdiyim xəbəri xahiş eləsəm əgər mən özüm burada not çox aldım ki, görüm. Sonra sizinlə bunu danışaq. Titrimiz ibarətdir. وضعیت بحرانی دریاچه ارومیه زندگی 20 میلیون نفر را تهدید می‌کند. بحرانی keliməsinin orada vəziyyət بحرانی yəni nə mənə? وضعیت بحرانی دریاچه ارومیه زندگی 20 میلیون. وضعیت بحرانی nə deməkdir? Özə nə qədər şeydir, yəni nə qədər bizim o hədəfimizə tərəf bizi aparar. Mən görürüm, siz məni görürsünüz, yox sonra. Umarım ki, görürsünüz. Nura fikirlərimizin də biri düşüb bura. Təəssüflə siz onu. Bəlkə biraz sizə əziyyət verir, amma çarəmiz feylən yoxdur. Vəziyyəti böhranı. İndi titrimiz gərək bir cür ola ki, eləyə bilək, qoymurudan silin olmasa. Silin bir eləsə ayrımda. Tamam, ayırdıq. Vəziyyət böhranı titrimizi gərək elə yazaq ki, bu bizim vitrinimizdir. Həyəcan incədiləsin, insanlar gəlsinlər oxusunlar. Vəziyyət böhranı دریاچه ارومیه 20 میلیون نفر زندگی 20 میلیون نفر را تهدید می‌کند. Bunun bir anlamı budur ki, da xəbər oxuyaq. Çünki xəbər burada gəlir də. Vəziyyət böhranıdır, 20 milyon nəfər bizim devamlı təhdiddir. İndi bir anda bir şey vardı, qabaqsanda deyirdik 13 milyon, 15 milyon. Məsələn, bir 5 milyon da orada adam vardı. Burada ki, həll eləyək bir şeydir. İnsanlar burada bizə şək eləyəcəklər, oxumayacaqlar. Əgər desək ki, baxın, bunu bir ayrı cür yazsaq nədir olar? Məsələn deyirəm, indi bu vəziyyət böhranını götürək. Deyək ki, دریاچه ارومیه زندگی 20 میلیون نفر را تهدید می‌کند. یا نقطه ویرگول حتی. دیگر که دریاچه ارومیه زندگی 20 میلیون نفر در خطر است. Amma vəziyyət böhranı deyəndə bir də insanlar Urmiya gölünə görə çox eşidiblər, oxumazlar.
o məsələyə diqqət eləməliyik. Bir də təkrar eləməliyik. Baxın, təkrar ən böyük bir şeydir ki, xəbərimizi oxumazlar. Biz təkrar hər nə qədər bir kəlməni çox təkrar eləsək, dəryatı ümumi, buhran dəryatı ümumi, xoşgir dəryatı ümumi nə olacaqdır? İnsanlar bir müddət sonra buna müqavim olacaqlar. Çünki biz hey onlara dedik, bunlar saymayacaqlar. Tamam. Biz gərək yaradıcı olaq. Hər dəfə taza bir söz yaradaq, elə bir söz yaradaq ki, eləyə bilək, milləti o yoruculuqdan ki olubdur, ondan çıxadaq. Çünki insanlar çox eşitliklər. Elə bir şey siz hər gün eşitirsiniz, adamlar özünü öldürürlər. Tamam da əksləmə göstərməzsiniz. Buna görə bu məsələyə çox diqqət eləməliyik. Xahiş edəcəm ki, titrdə biraz diqqət olsun. Əlbəttə, titr gözəldir, pis deyil. Günaz TV 2.7 yazıbdır. با خشکی دریاچه ارومیه زندگی بیش از 20 میلیون نفر از ساکنان اطراف دریاچه با تهدید مواجه شده و آنان مجبور به مهاجرت خواهند شد. Baxın, diqqət buyurun. Cümlə şode keçəcəkdə. Mühacirət xahən şud. Keçəcəklə gələcək olmadı ki. Bir şeyin nəticəsini yenə danışasın. Cümləmiz gərək elə olsun ki, nəticə ondan cür gəlsin. Yəni, mən inşallah sonuncu dərslərdə gələcəyəm, deyərəm ki, məsələn, dastanı necə yazarıq, məqaləni necə yazarıq, filan bəhman. Onda deyəcəm ki, rəvişi məntiqi nə mənədir? Bir xəbərdə rəvişi məntiqidən danışmırıq. Amma məntiq olacaq rəfişidə. با خشکی دریاچه ارومیه nə mənədir? Dəryatı Urmiyenin quruması ilə tərcümə olubdur da bəllidir. Ba xoşkiyə dəryatı Urmiye, yəni onun quruması ilə, əlbəttə bu Türkiyə tərcümə olanda qəşəng tərcümə olur. Farsıda bu cür deyil. Xoşki, mənim paltarım qurudur. Quruması yox. Quruluğu, mənim paltarımın quruluğu, dəryaçanın quruluğu. Dəryaçanın quruluğu olmaz ki, dəryaçanın suyu olar. Ya dəryaçan, ya quruluqdur. Xoşq olsa, olar məsələn, orada deyirəm, səhra, ya kəbir. Xoşkiyə dəryaçı Urmiye, virgül, orada istir, زندگی بیش از 20 میلیون نفر از ساکنان اطراف دریاچه را تهدید می‌کند. حالا با تهدید مواجه شده. بخوایم با خشکی دریاچه ارومیه زندگی بیش از 20 میلیون نفر ساکنان اطراف دریاچه ویرگول با تهدید مواجه شده و آنان مجبور به مهاجرت خواهند شد. یعنی الان köç mühacirətə məcbur olmayıblar. Niyə? Qurulmayıb ya nə olubdur? Cümlənin iki qisməti bir-birini oxumur. 3 dənə cümlədir əslində bir-birini oxumur. Onu düzəltməliyik. Muhacirət şudəənd ya در حال muhacirət هستند ya cümləmizin qabağını düzəldəcək bundan. Xoş ki bunu mən məcbur oldum yazam. Xoş ki دریاچه ارومیه. Bu xoşki deyəndə məhsul danışırıq. Bayaqdan dedik məhsul nə deməkdir? İlləti ki bu dərya quruyubdur, kimdir? Yağışdır, təbiətdir, nədir? İrandır, səddir, filandır ki, cümləmizi məlum yazacağıq. Onun üçün dedim, məsələn, mən olsam dəryası Urmiyə, o birisi insanların, 20 milyon insanın yaşamını təhdid edir. Ta o məsələni buradan həll edir. Məlum yazıq cümlələrimizdə. استاندار آذربایجان غربی برای اولین بار با فشار افکار عمومی نهایتاً لب به سخن گشود. استاندار آذربایجان غربی dəfələrcə danışıbdı. Çünki Urmuc öyle bir 15-20 ilin sözüdür, ustandar da danışıblar. Hangi ustandar danışırıq? Gəl ustandar cədid Azərbaycan Qərbi ya ustandar
کرد آذربایجان غربی دیگر افشی یعنی جدید تازه برای اولین بار بعد از تصدی این پست در استان یا تصدی پست استانداری ona da bunu da yazmak için yine adı yazar. Muhammed Mehdi Şehriyari. Başlayalım. Muhammed Mehdi Şehriyari استاندار کرد استان آذربایجان غربی برای اولین بار چون adamı tarif ediyoruz şimdi. Əvvəlcə tarif edirik, yox bu kimdir? Adından başlıyor, postunu yazırıq da postu bizə mühümdür, postundan başlıyor. Yəni eləyə bilirik bu qismət aparaq əvvəl yazaq, bu qisməti gətirək sonra yazaq. Görürsünüz də beləsi elərlər. Bu editdə beləsi olar. Bunu apararlar beləsi bura, onu da gətirərlər bura. Bəlli olar ki, o adam ki edit edəcək, bu şərməni gətirəcək, bura bu şərməni aparacaq olar. Yaxşı, استاندار استان Azərbaycan Qərbi Mehdi Şəhriyari elə bu nöqtə virgül bundan sonra gələr, burada bunu əlavə elərik məsələn. برای اولین بار بعد از تصدی این پست در زیر فشار افکار عمومی لب به سخن گشود نقطه او این مثلا اعتراف کرد که نقطه در صورت بحرانی در شدن وضعیت دریاچه ارومیه نسبت شرایط موجود 20 میلیون نفر جمعیت کشور مجبور به مهاجرت میشن. بیاد cümlede من başlatalım. در صورت گوش محمد مهدی شهریاری در این باره گفته است. Bakın üstte bakın adam danışandan sonra niye gene bunu şey yok? İtiraf کرده است. Cetizaqda niye göstərir? Çox cetizaqda göstərir. İtiraf kər müstəqim və yaxın. Məşəri yəni böyle گفت müstəqim. در صورت بحرانی تر شدن وضعیت دریاچه ارومیه نسبت به شرایط baş tapıram. Orada nə mətfundadır? Niyə? نسبت به شرایط موجود 20 میلیون نفر جمعیت کشور مجبور به مهاجرت میشه. Bu نسبت به شرایط موجود mənim nəzərimcə qələtdir. Yəni orada gəlib götürürlər, yeri yoxdur. در صورت بحرانی تر شدن وضعیت دریاچه ارومیه virgül 20 میلیون نفر جمعیت کشور مجبور به مهاجرت میشوند. سوال محمد مهدی شهرداری ظهر سه‌شنبه niye getdi ora? Üstad eləyə bilərdi, ustandlarızadı yaz, niyə? Gələ elə o nəhayətən ləbbeh süxəni qüşudu filan zadı yaz, niyə? Yaza, titrimizə görə yaza ki, bu sözü, yaza o sözü, məsələn, ki aşağıda yazdı. در صورت بحرانی تر شدن bu sözü qoya cümlənin arasına, dırnaq arasında در صورت بحرانی تر شدن filan 20 milyon nəfər məcbur مهاجرت میشوند virgül این سخنان استاندار کرد استان آذربایجان غربی است که در اولین مصاحبه مطبوعاتی حالا نمینده اوnadı şurای استان bu haqda danışdı. Biraz o cümləni üstdəki verin, titri açıqlar ki, در həqiqət lidimizdən sonra əvvəl birinci paragrafımızın qofti əslidən sonradır. Şimdi onu qofti yazarıq, müstəqim olar, cümlədə cıqqılı olar. Muhammed Mehdi Şəhriyari səhşənbə. Baxın, bu zəhr səhşənbənin nə əhəmiyyəti var? Bu sözü deyibdir. Urmu dəryasasının qurmağı mühümdür, ya zöhr səhşənbə mühümdür. ظهر سه‌شنبه در جلسه شورای اداری استان. جلسه شورای در جلسه شورای اداری استان. Nə əhəmiyyəti vardır? Məsələn, bu səhşənbə günün cələsədə. Bunun səhşənbəsi və cələsəsinin bizə nə əhəmiyyəti var? Bizə Urmu gölünün əhəmiyyəti var. Onun cələsiyə gedib orada
hangi gün, hangi zaman, neynədir, o mühüm deyil. دریاچه شورای استان که با حضور رئیس سازمان برنامه بودجه ایران در حال برگزاری بوده این سخنان رو گفته است. این سخنان işare gösteren yurttaşına an سخنان üsttekine uzağa. Üstteki dediği sözü istiruhliyə qəcət deyibdi ki, an. İn, yəni indi yazacağım onu. İn سخنان گفته استdən sonra belə eləmək olar. Yəni burada yazarıq iki dırnaq arasında yazarıq ki, bu adam bunu dedi. İn. İn olar bu. An olar üstteki paragraf. Çünki biri yaxına işarədir, biri uzağa işarədir. Onu da diqqət eləyək. Bu elə Türkçe şeyimizdə də bu cürdür. Yəni umarım ki hiç kırılmamıştı video. Burada kesilen kim oldu? Tamam. Bu adam etmiş olun bu adam reisi sazmanı Bərnamebudje İran derhal bize sazman reisi Bərnamebudje mühim değerlisi mühim değil. İn سخنرانی گفته است. وی اظهار کرده که وضعیت جمهوری در حال حاضر بحرانی است ولی تداوم 20 میلیون نفر را تهدید می‌کند. Üstteki cümləni bir də burada tişir olub. Dəqiqən demagoloji paragraf əslən dərdə dəymez. Bu paragraf çələ həsb olsun. Və با تاکید بر اینکه موضوع دریاچه‌های محلی استانی و حتی ملی نیست بلکه فراملی است گفت. Cümlə qələt. Cümlə kollən qələtdir. Azərbaycan mənafeyinin ziddinə. Niyə? Əhəmiyyətli cümlə budur. Ki bunu belə gərək yazaq. او تأکید کرد چه نقطه جمله داخل نه تنها o deneyip de biz izafiler دریاچه ارومیه اهمیت یا استراتژیک مثلا استراتژیک بیدن این bunu diğer adı diğer tasarımın temi bak mesela استراتژیک محلی دارد بلکه منطقه‌ای و ملی و حتی فراملی هم هست یا است. Gördünüz, yəni istədik. Orada elə yazılıb ki, güya məhəlli, məntəqi və milli əhəmiyyəti yoxdur. Və با تاکید بر اینکه موضوع دریاچه ارومیه محلی استانی و حتی ملی نیست، یعنی deyil, bəlkə فراملی است. Cümlə qələt. Azərbaycan mənafeyi ziddidir. İstəyir desin ki, adam istəyir deyib ki, bu nə təhki milli, məhəlli və ustanidən üstündür, bəlkə fəramillidir, yəni İrandan da qıraq məntəqəlikdir. Onun üçün cümləni əgər də xəbərnizar iştibah yazıbsa, Günaz TV'nin yazarı məcburdur ki, bunu düzətsin. Aha, indi qaldı buna bu strateji kəlməsinin zaten müsaf elədi. Buna görə ki, Urmuc Gölü bizim üçün stratejik bir məsələ. O qədər stratejik ki, deyirik Azərbaycanın ölümü, qalımı, coğrafiyasının Urmuc Gölünə bağlı. Bəs bu stratejik bir məsələdir. Onun üçün bu adamda onu stratejik mənzərdən baxdırır. Çünki deyir ki, həm məhəlli, ustani və hətta milli dərində yuxarıdır, bəlkə fəraməntəqi, fəramillidir. Yəni, xavərmiyanə məsələsidir. Biz də Günaz TV'də dəfələrlə bunu demişik ki, Urmuc Gölü bu tərəfdən Türkiyəni, o tərəfdən Naxçıvan, Ermənistan, Azərbaycan, bu tərəfdən İranın hər yerin, o birisi tərəfdən Əraqi və bir çox Kürdistanın hamısı indi Suriyədə də olsa bu təsiri tutur. Yəni bu qədər jeopolitikdir. Yəni çox əhəmiyyəti çox yuxarıdır. Deyir ki, mühacirət عنوان کرد مهاجرت 20 میلیون نفر از جمعیت کشور سونامی انواع بیماری‌ها از بین رفتن توسعه تنها بخشی از عواقب بی‌توجهی به خشونت در ha bu zərərləri deyir ki onda ki cümlənin nəticəsi yazır ki o
Məsələn, cümləni belə oxuyandan sonra yazılmışım. O عواقب بی‌توجهی به بحران bu دریاچه که نه تنها اهمیت استراتژیک محلی استانی و حتی ملی دارد بلکه فرامانندگی دارد گفت در مورد عواقبش گفت مهاجرت در پی خشکی این دریاچه 20 میلیون نفر از جمعیت کشور حتی اطراف کشورهای همسایه مهاجرت خواهند کرد انواع بیماری ها رایج خواهد شد توسعه از بین خواهد رفت bunlar onun عواقبه یا که او عواقب از بین نابودی دریاچه ارومیه را برشمرد. Ondan sonra yazarıq 1, 2, 3, 4 yazarıq ki hatta bunları biz şumarə qoysaq yazsaq heç iradə olmaz. Ehtiyacı çünki bunun arasından çıxarsaq, dırnaq arasından çıxarsaq eləyə bildik ki ondan oynayaq. Bizim oynamaq haqqımız vardır bu cür xəbərlərini. Buna görə ki yaxşı düşünsün. شهریاری با بیان اینکه در زمینه طرح انتقال آب از کانیسیب ki Quranın arasında, dırnağın arasında. Kanisib bir dana səddir ya çaydır bilmirəm. Ve دریاچه ارومیه با کمبود اعتبار مواجه هستی مدعی شد علم چی ادعا ایشون تاکنون برای این طرح 1000 میلیارد تومان اعتبار هزینه شده است. Bu iddia der ki müddəi oldu ki hazine oldu. Müddəi olmaq sahiblanmaq deməkdir. İddia edirəm ki bu mənimdir. Bu müddəi olmaqdır. Amma həzinə olanda buna ki həzinə olmayıb, o deyir ki o səddə həzinə, kanisibə həzinə olubdur. Onda müddəi sözündən istifadə eləməm. Məsələn, cümlənin də bu uzunluqda yazmağa ihtiyacı yoxdur və bilmirəm niyə Urmuc gölündən sonra bu gəlibdir. Yəni Urmuc gölünə görə danışırdıq, bunu niyə buna bağladıq, gərək deyirik ki, nə rəbti var bunun buna. Şəhriyyəri dərgahı xastları, yəni bu cümlə əmin nəzər məhsinin yeri yoxdur, nəyə gətiribdir, illa bu ki, gərək bunu bağlayan üstəki bir paragrafa. Dedik, xəbər üstdən başlanır, bir-birinə gərək yapışaq. Bunlar qırıq-qırıq paragraflar olmamalı, paragraflar bir-birinə yapışmalıdır. شهریاری در ادامه خواستار تعامل و همکاری بیشتر مردم در خصوص اجرای طرح‌های احیای دریاچه ارومیه شد و افزود اگر مردم در زمینه صرفه‌جویی آب و مدیریت منابع آبی به خصوص در بخش کشاورزی همکاری می‌کنند طرح‌های احیای دریاچه با شکست همراه می‌شوند. شکست خواهد خورد همراه می‌شوند. İndi bunlar xəbər dahi mənə çox əlaqə vermədi bunu oxumağa. Bildiyimə ki, gözəl xəbərdir, amma baxın sürətlə یعنی اصلا چشم می‌تونن و در ادامه با بیان در ادامه با بیان این که Farsçada, yeni Farsçada bir dəfə də bunu demişəm. Fars dili 100 ildir rəsmi dildir və bunun danışqahlarda, mədrəsədə dərs deyirlər. Hər il danışqahlarda və mədrəsələrdə taza qramer kitablarında taza değişmək olur. Məsələn, bir şey həməyə qabaqdan belə yazardıq, indi belə yazırlar. Bir zamanda belə yazardılar. Hər il qrameri Farsı dilində değişilir. Buna görə ki, bu dil qaidəli bir dil deyil. Buna görə ki, bu dilin payaları öz dili deyil ki, qaidələrdə öz dili ola sabit ola. Necə öz dilinin sözləri sabit deyil, yəni sabit sözü yoxdur özündən çox, qaidələri də onun üçün sabit deyil. Onun üçün məcbur da həmişə bu qaidələri, qramerləri dəyişdirsin. İnçə də o kəlmələrdən ki, ayrı-ayrı yazılar, ançə, həminçə, həmçünançə, bunlar ayrı-ayrı yazılar taza dəsturlarda. Jurnalizmdə heç olmasa beləsi öyrədiblər bizə, biz öyrəşdiyimiz. Ezhardaş iki kəlmə də ayrı-ayrı gərək yazılsın, bir-birinin dilində yazılıbdır. این استان دروازه ورود به بازارهای جهانی به خصوص اروپا است و یک پنجم پایانه‌های کشور در این استان قرار دارد. Cəlibdir, mən bunu bilmirdim, amma Urmuc gölünə heç rəbti yoxdur, yazmağa ehtiyac yoxdur, o bir ayrı xəbər ola bilər. Urmuc gölünün üstündəcə titri vurmuşuq, Urmuc gölü haqqında olan xəbərləri yazacaq. İranda xəbərguzarilər belə bir şey yazarlar. Xəbərguzari yazar, məsələn, xəbərguzari Fars ya xəbərguzari İrna. Məsələn, deyər ki, rəhbər danışdı, rəis cümhur danışdı.
nə bilim, ustanlar danışdı. Nöqtəni qoyarlar, o nə deyibdi, onu yazmaq məcburiyyətindədir. Onun üçün onları yazar cümlələrin bir paragrafın axırında qoyar. Bir dənə də məsələn bizə Veydərin Morid əfsud, Veydərin Morid qoft. O bir dənə xəbərguzari rəsmi xeyri şeydir, herfeydir. Düzdür ki, illərdə onların hətta özünün danışıqları var, amma herfeyi xəbər yazmadıqları üçün xəbəri bölmür. Üstünə bir nəfər nə deyibdi, o bir xəbərdə gətirsin. Ehtiyacı yoxdur. Bu qələt rəvişdir. Eləyə bilirik ki, bunun sözü görək 3 yerə, 5 yerə, 10 yerə hər yerinə görə bir xəbər yox. Məsələn, əgər səddə görə bir şey deyibdi, o bir xəbərdir. Səddə görə o adamlar ki, o ətrafdadır, xəbər onlara mühümdür. Urmu gölünə bir şey deyibdi, Urmu gölünə görədir. Əgər Türkiyəyə görə bir şey deyib, ona görədir. Bazara görə, tacirlərə görə bir şey deyib, ona görədir. Hərəsinin ayrı bir xəbər ayrıdır. Amma o zaman ki, bizim fikrimiz Urmu gölü haqqındadır, 20 milyon nəfər köçmə olur. Hər nə ki, ona görədir, onu yazarıq, qalanı tutar kənara. Çünki xəbərimiz olur. Çünki biz ustanların propagandası dəqiq. Bu əlon propagandadır, ustanlar propagandası xəbərguzarı İranın ya İslamın ya hangisinin xəbəridir, götürmüşük, bura qoymuşuk gedibdir. Bu əslən yaxşı bir iş deyil ki, görək bunu. Şəhriyari با işarə bin ki, Azərbaycan Qərbi استان با 980 کیلومتر مرز دومین استان پر اهمیت در ایران به شمار می‌رود. وی با عنوان کردن بهانه‌های نظیر تروریسم خود که آن را به عنوان ضد انقلاب قلمداد کرد و جنگ یعنی من اصلا جمله کلا غلطی دانش اسمونده. شهریاری در ادامه با اعلامی که در بخش راه روستایی 4000 هکتار 4000 دایره اومده 4000 کیلومتر راه روستایی استان نیاز به آسفالت گفت ویرجول orada istir متوسط بهره‌مندی از راه غلط یعنی اخیرا görürəm ki bir şey baş qapıramış rah روستایی münasib در این استان 13.8% کمتر از متوسط کشوری بوده و برای رسیدن به متوسط اعتبار زیادی لازم است. برای رسیدن به متوسط یعنی نمونه احیای دریاچه ارومیه یکی از وعده‌های انتخاباتی Həsən Ruhani və Çerədə baxın bir vəsətdə ayrı bir şeylər danışıldı. Əslən gəldi burada Urmiyədən danışır. Çerədə dariyaçı Urmiyə. Heç irtibatı yoxdur bir-birləri ilə paragrafların. Buradan qıraat keçsin. Aşağıdakı paragraf nədir? Bu گزارش سازمان ملل متحد به شعاع 500 کیلومتر تمامی جانداران نزدیک کنارشی از خشکی دریاچه ارومیه آسیب خواهند دید. Bu da cümlə də qələt deyil. Qələtdir, yəni bəşin məzərsəm cümlə qələtdir. Amma gedək bir dənə ayrı xəbər sizə, mən göllərin bunun titri Araz News'dan bir ayrı xəbər göllərin bunun azadi fəalin fərəhəngi به قید وثیقه 2 نقطه سعید مینایی فعال ملی آذربایجان با اخذ وثیقه آزاد شد. دقت buyurun dostlar. Azadi fəalin milli. Fəalin dedik cəmdir. Azadi fəalin milli. به قید وثیقه. حالا گفت bunu yazın. به قید وثیقه. 2 nöqtəni burada qoyublar. İndi burada fəalin cəm olduğu üçün, yəni heç olmasa 3 dənə fəalın azad olmağının adı gəlir. Yazıb ki, Səid Minai به قید وثیقه فعال سعید مینایی فعال مدنی آذربایجانی bir cür bəşin bu çox sıxılıdır. Deyirəm axı mən niyə görmürəm? Bunu mən görmədiyim üçün uzaqdan yazamıram. عصر روز چهارشنبه حالا برانو گفته آسان قرار وزیر آزاد شد. چهارشنبه بعد از تحمل 2 شب بازداشت با قرار وزیر آزاد شد. üstü demiş ki fəalin milli yəni cəm aşağıda dedi ki Səid Minai fəal. Fəal mədəni. Yoxsa bunun üstə fəal yazıydı da dostum.
Əsr çarşənbə, hangi çarşənbə? Dünənləri, keçən həftə, o birisi həftə, 2 ay qabaq, 5 ay qabaq. Onu burada yazacaqsın çarşənbədən sonra. Əsr ruz çarşənbə. Ruzu da yazmasan çarşənbə özü günü adı deyil. Elə ki, cənabımızın adı, məsələn, Həsəndir, mənim də adım İnsaf Əlidir. Çarşənbə bir günün adıdır. Ruz kəlməsinə burada ehtiyac yoxdur. Ruz kəlməsini silərsiniz, çarşənbə parantezi ya mötərizəni açarsınız, tarixi burada yazarsınız, tarixi bağlarsınız axirində. Pəs əz təhəmmüli, bəd əz təhəmmüli, ola bilər bəd də olsun. Günümüzdə bazdaşt olmayıb. Onun üçün diqqətli ne yazmışdı? Fəal fərhəngi. Burada ne yazdı? Fəalin fərhəngi. Ben burada milli yazmışam, orada fərhəngi. Fəalin fərhəngi. Fəalin fərhəngi be qeyd vəsilə burada fərhəngi yazmışdı, aşağıda mədəni yazdı. Üstdə də milli yazdı. Yəni baxın 3 dənə kəlmə bir-birinin altına fəalin fərhəngi, fəal milli, fəal mədəni. Bu diqqət eləməliyik. Çox diqqət eləməliyik yazımızda. İnsicam fikridə çox mühümdür. Gedək üstə, yəni xəbərimizi davam edək. Ehtiyacı yoxdur ki, lidimizdəki Araz News 2 nöqtədən sonra başlayıbdır. Təmami ittilatı birdən verir. Baxın, bir Səid Minai, fəal mədəni Azərbaycani, əsr çهارشنبه بعد از تحمل 2 شب بازداشت با قرار وسیله آزاد شد. 7 dana məfhumi bir cümləyə niyə soxaq? Eləyə bildik ki, bunu 3 dana, 4 dana cümlədə yazaq. Bir dana əks qoyubdur, çox gözəl qərarlı vəsilə. Əlbəttə ki, əksinin üstünə yazıbdır Səid Minai, fəal milli Azərbaycan. Aha, Səid Minai'dən sonra diqqət edin, Səid Minai nokta virgül ya 2 dana fəal mədəni. Ya fəal milli, ya fəal fərhəngi, hər nə mənə yazırıq, o beləsi gələr. Çünki bu əxzi, burada bir anda virgül qoyabilirik, bu əxzi vəsiqə qoyabilirik, qoymasaq da olar əlbəttə. Bəli, qoysaq daha gözəl olar. Bu da o şeydir ki, əksin üstündə gördüm deyim. Səid Minai'dir ya Minai'dir, bilmirəm bunu. Dostumuz Minai yazıbdır. Mən qələt yazsam üzr istəyirəm. Səid Minai genə də nöqtə virgül fəal mədəni Azərbaycani əsr روز çهارشنبه بعد از تحمل 2 شب بازداشت با قرار وسیله آزاد شد ki bunu üstə demişdim. Mən çox çalışdım, bir tane Türkçe xəbər tapmamışam. Olsaydı onu deyərdim. Çox çalışdım ama tapamadım Türkçe xəbərini təəssüfənə. بر اساس خبرهای دریافتی گروه خبری آراز نیوز düzdür Səid Minai burada adın qoydu şeyə. Burada qoymayacaqdı. Burada qələt qəsmə qoyuq. Niyə? Çünki buradan 10 dəfə Səid Minai'nin adını gətirmiş. 10 dəfə demir, 4 dəfə gətirmiş, ehtiyac yoxdur. İndiyəcən tanıdıq. Bu ehtiyac yoxdur Səid Minai'ni qoyaq. Amma Səid Minai'dən sonra nöqtə virgül مدیر کانال تلگرامی milli düşünce. Gördünüz o milli düşüncenin güzel koyduğu şeyin arasına bu nokta virgül istedim diyen milli düşünce asr روز çهارشنبه virgül بعد از تفهیم bu tarih de gerek şeyler üste gelmişti, ihtiyacı yoktu burada fikir olsun. Tüm üste gelmişti çهارشنبه, asr, falan, behman, onlar getdi. بعد از تفهیم, onlara ihtiyacı yoktu yani gelsin.
Elə yazarıq روز عصر روز چهارشنبه üstə xətt çəkərik. Yox, silindi. بعد از تفهیم اتهام و تحمل 2 شب بازداشت، 2 شب بازداشت میگه 48 ساعت بازداشت. Çünki gecələr deyil ki 2 daha 24 saat oldu. Yani hem gündüzü oldu hem gece oldu. بعد از 24 ساعت بازداشت یا 48 ساعت بازداشت با قرار وسیله 15 میلیون تومانی از بازداشت موقت آزاد شد. دیگه orada dedik تا بازداشت بعد از 2 شب بازداشت از بازداشت آزاد شد olmaz. و با بازداشت با قرار وسیله 15 میلیونی آزاد شد. Üstel yerler düşüp به طور موقت بازداشت شد. Orada yazardık. تا burada بازداشت موقتی yazmağa məcbur olmayaq. این فعال مدنی آذربایجانی 3 روز قبل و در عرفه سفر رئیس جمهور ایران به شهر تبریز توسط پلیس امنیت شهرستان کنار به جرم انتشار پوسترهایی در ارتباط با خشک شدن دریاچه ارومیه در کانال تلگرامی ملی düşünce bozdaş کرد. Cümle görürsünüz çok uzun ve bir paragraftan ibaretti. Cümlelerimizi tıkkılı cümleler. Ben de elbette öz yazılarımda dikkat edeceğim çünkü çok uzun cümleler yazacağım. Bazen çok mecbur olurum çünkü mesela 10 tane 20 tane ad səhmi var. Mesela Türk, Ərəb, Bəlus, Türkçəməz, Doğru, Qəşqayı, Fulan, Bəhman yazırsan cümle uzun. Orada da benim elimde değil 20 tane addır. Ben mecbur onları yazam mesela. Ama o yerdeki cümləni tıkkılı yazabiliyoruz, yazabiliyoruz. Ərəfəyə səfəri rəis cümhur göndəmənə. Ərəfə türkçədir, ərəbcədir və türkçədir. Farsıda işlənmir. Ərəfə, yəni دوران قبل از bir ماجرا یک ماجرا ولی در حال تکوین. Yani bir zaman yüz vermeyip ama onun müqəddimatını hazırlayırlar. Onun üçün belə bir şey təkvin ərəfə. Yani ona tərəf. O hala gedən halda, o vəziyyətə gedən halda ərəfə beləsi. Türkçədə işləyir, Farsda bunu görməmişim işlədilər. Bəlkə də qədim Farsda işlədilər, mən görməmişəm. سفر رئیس جمهور ایران به شهر تبریز توسط این فعال مدنی آذربایجان 3 روز قبل و قبل از سفر یا مسافرت حسن روحانی به تبریز در بنا دستگیر شد. جمله پلیس امنیت تمام پلیس دستگیر شد. توسط پلیس دستگیر شد. اتهام جرم değil. Cürm o zaman ki dadgah məhkumiyyət deyək ki sən bu cürmə məhkum oldun. O zaman ki mühakimə olunursa ittiham, töhmətdir. İttiham yəni töhmətdir. Dövlət töhmət verir. Polis töhmət verir ki sən bu işi görmüsən. Ona görə deyirlər ittiham. İttiham töhmət sözüdür. İttihamı dövlət. Dövlət də vurar, millət də vurar. Hər ikisi töhmətdir. O zamanki töhmət, o zamanki dadgahda təyin oldu təvəssütü dadgah, onda onlar cürm. Hər ittiham cürmə getməz, hər cürmdə ittiham olmaz. Məsələn, bir də insanlar ixtilas edirlər, qaçırlar, cürmüdür, amma ittiham deyil. Yəni ittiham bu töhmət vururlar adama ki sən əsl dağlısına düşmürlər. Ona görə diqqətli olmalı ki cürmlə ittihamın nə fərqi var? اتهام به انتشار پوسترهایی در اعتراض به خشک شدن دریاچه ارومیه در کانال تلگرامی ملی düşünce بود. گفته می شود مقصود. نیه مقصود نیه گفته می شود. گفته می شود. İki nokta məhsuldur. İndi görək niyə məhsul yazıbdır.
این فعال مدنی آذربایجان شب هنگام، معذرت شب هنگام yani gecə sağı, gecə ilə gecə sağının mən nə fərqi var bilmirəm. Gecə qaranlıq olar, gecə sağı da qaranlıq olar. Gecə sağı, yəni məsələn şəb hengam farsıda da bu işlənməz normalda, niyə beləsi işlənir? Və در منزل پدری خود بدون رعایت اصول اولیه جلب متهم توسط نیروهای لباس شخصی بازداشت و به منزل پدری ایشان مورد تفتیش قرار گرفته است. دوستان demişti polis emniyet burada için libas şahsi. Bu bir tane mantıkın olmamasıdır. Yazının arasında mantık yok. Yani ben özüm olsam diyerəm bu haber yalan. Eğer ben bu adamın tutulmasını eşitmeseydim bir ayrı kanaldan diyerdim ki bu haberi yalan yazıb. Çünkü burada bunun arasında ilat var. Ola bilmez ki üstte polis tutmuş ola, polis emniyet buna mıydı ha? Bəli. Buna aşağıdan libas şəxslər. İlla ki gerek yok burada libas şəxsihay polis. Çünkü bu iki dalanın arasında təzad olduğu için mən ya bunu qəbul eləməliyəm ya bunu qəbul eləməliyəm. Bir dana xəbərdə iki dana tutan qrup olsa xəbər gələkdir. Onun için yazanda xəbəri alanda diqqət eləməliyik. Ta xəbəri yazanda doğru düzgün xəbər yazaq ki, məntiqi olsun. Nağılın hər şeyi gerekli bir oxuyaq. Biz hər xəbər yazırıq bir hikayədir, bir dastandır. Xəbəri buradan başlayıb, burada otaraq bir hikayə yazır. Bu hikayənin hamısı gerekli dilinin oxumaq. Necə indi qabaqçı xəbərdə dedim ki, olmaz məsələn Urmu gölündən keçəsən birdən bazara, mərzə, ticarətə, oradan da keçəsən səddə, oradan da keçəsən Dumarə Urmu gölünə, olmaz beləsi. O danışan da belə danışmaz. Danışan da bunları bir-birinə bağlandırar danışar. İmkansızdır bağlaşan gələ. Məsələn, deyək ki, bu təxtə ağdır, keçə birdən-birə heç zat yox, gətirə bağlıya bu səndələ ki, qırmızıdır qalması. Yox, olmaz. Gərək bununla bunu bağlayaq. Bunun yaxınlığında bir səndəl var, o da qırmızıdır. Diqqətli olmalıyıq ki, bunları necə yazır. Goftem inşallah məhduddur, silgi mütəəssifانه. این فعال مدنی گفته می شود این نقطه ویرگول این فعال مدنی آذربایجانی شب هنگام و در منزل پدری خود ویرگول بدون شب هنگام و در منزل پدری خود ویرگول بدون رعایت اصول اولیه جلب متهم. اصول اولیه جلب متهم نمی‌دونید. اصول اولیه جلب متهم ki burada da burada cəlbi müttəhəmi qoyublar dırnaq arasına, nə deməkdir? Cəlbi müttəhəm nə deməkdir? Mən bilmirəm. Gərək yazaq. Əgər sən bunu gətirirsən burada, gərək deyəsən ki, usul əvvəli cəlbi müttəhəm nədir? Məsələn, adama şey vermişdilər, öyle burada mütteham eləmişsən. O polisin nəzərindən mütteham, sənin nəzərindən ki mütteham deyil. Sən ya o yerdəki polis deyir, bir ittiham, orasını bildik ki, ittihamı nə idi? İndi sən niyə bunu hər yerdə mütteham yazırsan? Bizim hakkımız yoktur polisin işini görək. Polisin cümlelerin deyəndə deyir ki, bir ittiham və falan dəstgir şu. Tamam. Ama o zamanki çalışıqda da burada hakkımız yoktur ayrı yerlerde bu adamı mütteham ediyor. Çünkü bu biz bunun xəbərdarı yox. Bu milli fəaldır, bizim özümüzdəndir, bizim fikrimizdəndir, bu bizim qəhrəmanımızdır. Bu müttəhəm deyil ki. İndi usul əvvəli nədir? Mənim xəbərim yoxdur. Əlbəttə bir şeylər deyə bilərəm, amma bilmirəm dostumun bu usul əvvəliyi cəlbi müttəhəm nədir? Təvəssül niruhay libas şəxsi onda
یعنی بدون رعایت اصول اولیه جلب متهم توسط لباس شخصی ها، یعنی لباس şəxsilərin təvəssütündə bir usul tutmaq var da, hətta müttəhəm tutmaqlarda məsələn bunlar gələrlər, neynərlər? Qapını vurarlar, ya vurmazlar, divardan aşarlar. Usul əvvəliyələri nə olmalıdır? Libas şəxsləri. بازداشت و منزل پدری ایشان مورد تفتیش قرار گرفت. منزل kelimesine dikkat edin dostlar. Mahalle nuzul. Karvansaraylar çeşitli yerler, onların menzil, mahalle nuzul. Evin içinde, eğer yadımda olsa, belki iştibah edirəm. Mənzil otaqlara deyərdilər. Yəni burada bir müsavi qoyun. Otaqlara deyərdilər mənzil. Məsələn, falan kəsin 3 mənzili var, yəni 3 dənə otağı var. Mənim yadıma gələn xaricdə mənzil işlənmir. Ya xanə işlənir, xanə, yəni evin hamısı, ya da otaq işlənir, yəni bir otaq, 2 otaq. Mənzil çox az işlənir, çox az. Yəni o kəlmələrdəndir ki, işlənmir. Bizim bu dostumuz tarix-i nadirini oxuyub ehtimalən, o ədəbiyyatını yazır. Təşəkkür edirəm. Təftiş nə deməkdir? Axtarış. Mənzili pedagojik, yəni hər yeri axtarıblar. Çünki təftiş məmulən bədənidir. Diqqət buyurun, məsələn, gedir səhər gecəni deyil, əllərinizi qozuyun, ya beləsi qozuyun, qozuyla axtarırlar. Hər yerizi axtarırlar. Buna deyirlər təftiş. Evi də beləsi eləyiblər, yəni evdə əllərini qozadıblar, axtarıblar, yox. Ona görə təftiş kəlməsinə diqqət buyurun. Lazım bir yadavəri mi başad? Lazım bir yadavəri mi başad? لازم به یادآوری می باشد. Bir fiili yalnızda kalsın. Lazım bir yadavəri mi başad bir dana fiil. Məqamat indi bundan sonra ki bu nöqtəni qoyular. Çünki nə mənən siz xatırlayasınız bizə? Lazım bir yadavəri olan şey nədir? Bundan sonra gələn şeydir. 2 nöqtə qoyulacaqdır. Tıqqılı yazmaq olar bunu. مقامات دولت ایران که خود مدعی بحرانی شدن وضعیت دریاچه ارومیه می باشد، مقامات باشد olmaz, می باشند. می باشد sözdə demiş, o da işlənməz normalda, bu da qələtdir, müstələhdir. Yəni bir qələtdir ki, çox yazılır. Qələti raic və müstələh, mi başad sözü yoxdur. İşlənməz. Mi başad qələti raic müstələh. Yəni onlar ki, biraz ədəbiyyatla tanışlar, bu kəlməni işlətməzlər. Farsı dilinin zəiflərindən də biri budur. Mən neyim? Məqamat dövlət, məqamat cəmdir. Məqam, atı yapışdırsaq buna olar mat, məqamat, cəmi də olar, məsələn, başətdə olar, mibaşənd. Feil gərək, məntiqi gərək, yəni bu məntiqisini gərək düzəldək. Məqamat dövlət İran ki xud, ki oradan ki mümkün işlətməyək, mən də yazılarımda çox işlədirəm, bu zəif idi, mən də yazsam zəif idi, hər kəsin yazsa zəif idi, oradan ki cümləni dəyişdirsəz bunu işləməz. Məqamat dövlət İran ki خود مدعی بحرانی شدن وضعیت دریاچه ارومیه هستند. İndi müddəinin üstə dedik ki iddia nədir, müddəi nədir? İndi bunlar müddəidirlər ki, nə mənə dəryaçı uğrunda böhranı olubdur. Belə bir iddiaları yoxdur ki. Müddəisi deyirlər, müddəisi Azərbaycandır. Azərbaycanlılardılar ki, deyirlər, müddəidirlər ki, dəryaçı uğrunda böhrandan keçibdir.
Onlara da fişara vurdu. Onun için bunlar müddei değiller. Biz müddeiyiz. پس bu da bir şey. Ama onu yerine yazabilir ki خود اعتراف میکنم که دریاچه ارومیه بحرانی است. Onda معلوم var. Özde buna ihtiyacı yoktu ki biraz cümleni yazaq. Onu məhsul yazmasaydıq, cümləni də belə yazmazdı. Düz yazardı. Cümlənin qələt getməyini dəxlidir ki, orada məhsul başladı. Məhsul başladıq, cümləni də məhsul yazdıq. اعتراضات مردمی ترک‌های آذربایجان به مسئله اعتراضات مردمی ترک‌های آذربایجان به مسئله آذربایجان را در ردیف اعتراض امنیتی قرار داده. چی بود؟ bunu من باشم مقامات دولت ایران. پس مقامات دولت ایران اعتراضات مردمی ترک‌های آذربایجان به مسئله آذربایجان را آذربایجان نمن مسئله‌است در ردیف اعتراضات امنیتی قرار داده و با فعالین حرکت ملی آذربایجان برخورد تضاد امنیتی می‌کند. غلط جمله مفهوم غلطه چون که جمله مطلوب یازده هر چی غلط. ظاهرا در ایران مطالبات محیط زیستی نیز امنیتی بوده و اعتراضات جمعیت‌های مردم نهاد در خصوص محیط زیست نیز تحمل نمی‌شود. Cümle غلطdir, heç getmək üstünə bunu düzəltmək olar, daha gözəl yazılır. Dostlardan xahiş edəcəm, türkçü yazın, türkçü xəbərlərinizi mənə də göndərin, mən də burada dərs verəndə heç olmasa bir dənə dərslərimdə istifadə edin. Çox sağ olun, təşəkkür edirəm, sağ olun, görüşmək üzrə.